Antonimlər mənaca bir-birinə əks olan sözlərdir. Anti əks deməkdir, yəni əks mənalı sözlər. Burada diqqət eləməli olduğumuz bir neçə məqamlar var. Nədir onlar? Birinci, antonimlər mütləq eyni nitq hissəsinə aid olmalıdır. İkinci, antonimlər mütləq şəkilçi hesabına yox, söz kökdən dəyişməlidir. Məsələn, dadlı, dadsız antonim ola bilməz. Nəyə görə? Çünki bunlar şəkilçilər hesabından əks mənalıq yaradıb. Dadlı, dadsız bir-birindən əks mənalıdır, amma antonim deyil. Eyni hissəsinə aid olur. Məsələn, qəm, şad. Bunlar bir-birinə əksi olan sözlərdir, amma qəm nitq hissəsinə görə isim, şad nitq hissəsinə görə sifət olduğuna görə bunlar da antonimlər sayılır. Antonimlər leksik və qrammatik olur. Leksik antonimlər dedikdə əsas nitq hissəsində olan sözlər, əks mənalı sözlər leksik antonimlər sayılır. Qrammatik antonimlər dedikdə isə köməkçi nitq hissələrin əksliyi və şəkilçilərin əksliyi qrammatik anonim sayılır. Məsələn, deyək ki, ağıllı, məsələn, dəli. Ağıllı, dəli. Bunlar leksik antonimlər sayılır, bir-birinin əksidir, hər iki tərəfi sifətdir. Yəni, burada əsas vacib məqamlardan biri eyni nitq hissəsinə aid olmasıdır. Qrammatik antonimlərdə isə, məsələn, deyək, l şəkilçisindən sız şəkilçisi antonimdir. Məsələn, deyək, ağıllı sözündə ağıllı sözü ilə ağılsız sözü bir-birindən əks mənalıdır, amma antonim deyil. Amma buradakı şəkilçilər bir-birindən antonimlik təşkil edir. Antonimlər bədiyi artırmaq üçün istifadə olunur. Ədəbiyyatımızda bədii təzad yaradır. Belə, antonimlərlə bağlı məqamlar bunlar. Bir də inkar şəkilçisi vasitəsilə də antonimlik əmələ gəlmir. Məsələn, gəl, gəlmə, bunlar da antonim sayıla bilməz.